Tez-tez xristian dünyasında belə bir fikir tirajlanır ki, Qərb ölkələri və Rusiya erməniləri məxsusi olaraq ona görə dəstəkləməlidir ki, onlar dünyanın ilk xristian millətidir. Açığı ermənilərin özündən fantaziya qurmaq bacarıqları həsəd aparılası səviyyədədir. Əgər bütövlükdə erməni cəmiyyəti öz-özünü, sonra da dünyanı inandırmağa çalışırsa ki, Adəm, Bakirə, Məryəm və İsa erməni olub, Allah dünyanı ermənilərə xatir yaradıb, xristian aləmindəki bütün qədim məbədləri ermənilər tikib və s. və bunları da dayanmadan dünyaya təbliğ etməkdə davam edirsə, demək ermənilərin beyinlərini yuyan başlıca amil kimi erməni Qriqoryan kilsəsi bütöv bir xalqı degradasiyanın son həddinə və şizofreniyaya kimi gətirib çıxarıb. Ən maraqlısı isə xristian dünyasında bir çox hallarda bu tipik erməni təbliğatına uyaraq inanan və bu yalanları ciddi qəbul edənlərin sayı hesabı yoxdur. Ermənilərin güya xristianlığı ilk qəbul edən millət olmaları barədə lovğalıq dolu iddiaları hədd-hüdud bilmir. Həm internetdə, həm dünyanın aparıcı kütləvi informasiya vasitələrində, həm xristianların çoxluqda olduğu ölkələrdə bu haqda qırmızı danışırlar. Görünür, ermənilərin alim biyəməl tarixçiləri saxtalaşdırma sənətində o səviyyəyə eniblər ki, yalan danışmaq üzrə dırnaqarası mütəxəssislər onlardan çox şey öyrənə bilər. Yəqin eləməz bu səbəbdən tanınmış gürcü mütəfəkkiri və publisisti İlya Çavçavadze hələ 1902-ci ildə onlar barədə Erməni alimləri və inildəyən daşlar kitabını yazmışdı. Bu dəfə də qərarı aldıq ki, eləməz bu mövzuya toxunaq. Həqiqətənmi erməni haylar dünyada xristianlığı ilk qəbul etmiş millətdir? İşte kimsə birdən həmin xəstə təfəkkürlü erməni tarixçilərinə sual versə ki, ermənilərin ilk xristian milləti olması haqda hansı ciddi dəlillər var və onlar haçan xristianlığı qəbul edib və yaxud ümumiyyətlə ilk kilsə nə vaxt tikilib və erməni haylara nə dəxli var, bu adamlar deyəcək ki, Ermənistan eramızın 301-ci ilində dünyada xristianlığı dövlət dini kimi qəbul edən ilk ölkə olub və dərhal ardınca indiki Ermənistan ərazisində Qarabağda mövcud olan monastır komplekslərini nümunə göstərməyə çalışacaq. Axı xristianlığı ilk qəbul edən xalq və xristianlığı dövlət dini elan etmək tamam fərqli şeylərdir. Bəs yaxşı, bu erməni hay etnosu ilk xristian millətidirsə, hələ 1-ci əsrdə Fələstin torpaqlarında yaşayan və İsəviliyi qəbul etmiş yəhudilərə nə deyək? Suriyadakı ilk xristian monastırları və məbədlərini hara gizlədək? Və Azərbaycanın Şəki bölgəsinin Kiş kəndində eramızın 1-ci əsrində Həvari Faddeyin şagirdi Yelisey tərəfindən tikilmiş xristian məbədinin erməni haylara nə aidiyyatı ola bilər? Axı məhz bu məbəd Qafqazda ilk xristian məbədidir. Bundan daha əvvəl tikilmiş bir məbəd Qafqazda yoxdur. Şəki rayonu və Kiş kəndi ərazisində isə tarixin heç bir dövründə erməni haylar yaşamayıb. Erməni hay tarixçilərinin öz tarixi irslərinə aid etdikləri ən qədim xristian məbədi Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən eramızın 4-cü əsrində tikilmiş Amaras monastırıdır ki, bu da Alban məbədidir və Alban kilsələrinin mərkəzi hesab olunurdu. Bəli, səhv duymadınız, məhz Alban kilsələrinin mərkəzi. Erməni haylar isə 4-cü əsrə kimi əsasən atəşpərəst yaxud özlərinin iddia etdiyi kimi zərdüştü idilər. Üstəlik bir də ay ilahəsi Anahidə və Hind-İran mənşəli Mitra tanrıçasına sitayiş edirdilər. 1-ci əsrin ikinci yarısında Ermənistanın 1-ci yepiskopunun güya Zaxariya və ya Zəkəriya olması fikri isə həqiqətdən uzaqdır. Belə ki, 1-ci yepiskopun bu görəvdə olması üçün onun heç olmasa hansısa xristian məbədində xidmət etməsi gərək idi. Bu qədimlikdə bir xristian məbədi isə nə Qafqazda, nə də ermənilərin özlərinin vətəni elan etdiyi Doğu Anadolu bölgəsində olmayıb və yoxdur. Nəhayət, indi eşidəcəyiniz tarixi fakt əsl gerçəyi əks etdirir və erməni hay tarixçilərinin hər zaman üzərindən sükutla keçdiyi bir faktdır. Məsələ bundan ibarətdir ki, 8 oktyabr 451-ci ildə indiki İstanbulun bir məhəlləsi olan Xalkidonda keçirilmiş Dünya Xristian Kilsələrinin 4-cü məclisində monofizit erməni Qriqoryan kilsəsi bidətçilikdə ittiham edilərək xristian dinindən xaric edilmişdi. Səbəb o göstərilirdi ki, Qriqoryan kilsəsi İsa Peyğəmbərin xristianlıqda qəbul edilən ikili mahiyyətini inkar edirdi. Bu haqda çoxlu sayda tədqiqat işləri və internetdə paylaşılmış materiallar var. Erməni hay tarixçiləri bu haqda danışmağa məcbur olarkən qeyd edir ki, erməni kilsəsi bu məclisin müzakirələrində üzürlü səbəbdən iştirak edə bilməyib, yoxsa orada olan hər kəsi öz inanclarının doğruluğuna inandıracaqmış. Sual verəndə ki, bəs yaxşı 13-cü əsrdə Monqol yürüşləri zamanı
Hay Qriqoryan kilsəsinin çəkdirdiyi İsa Peyğəmbərin ikonalarında, İsa Peyğəmbərin Monqol hörüklərində təsvir edilməsini nə ilə izah edirlər? Onların bu sualı heç bir qane edici cavabı olmayacaq. Deməli, erməni haylar əslində heç xristiyan da deyil. Bunları qeyd etdikdən sonra belə bir sual yaranır. Erməni hay Qriqoryan kilsəsi hansı xristiyan məzhəbindədir? Ermənilər öz inanclarına görə kimdilər? Monofizit, miafizit, yoxsa diofizit? Həqiqətən də axı kimdir bunlar? Katolik, pravoslav, yoxsa ümumiyyətlə protestant? Maraqlı budur ki, erməni hay kilsəsi və erməni siyasi elitası böyük bir fərasətlə bütün dünyada xristianlıq amilindən geniş miqyasda istifadə edərək hər kəsi barmağına dolamağa çalışır. Həqiqətənmi 21-ci əsrdə xristian dünyası Ermənistanın öz qonşularına münasibətdə yürütdüyü işğalçı və şovinist siyasəti dəstəkləməlidir? Nəyə görə? Özlərini ilk xristian milləti kimi təqdim etdiyi üçün, yoxsa sadəcə boyunlarından xaç asdığı üçün? Yeri gəlmişkən, erməni Qriqoryan kilsəsinə məxsus naxışlı ornamentli xaç nümunələri mənşəcə Süryani xaçıdır və sonradan bəzək-düzək vurularaq yaradılmış elementdir. Heç bir xristian məzhəbində bu cür xaç nümunəsi yoxdur. Zənnimizcə, dünya xristianları bu işğalçı və şovinist xislətli toplumu körtəbii dini təəssübkeşliklə dəstəkləməzdən öncə sağlam düşüncəli dünya xristianları bu suallar üzərində dərindən düşünməlidir.